Dostlar, xatırlayırsınızsa, bir neçə gün bundan öncə Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman Birləşmiş Ştatlara səfər etmişdi və səfərin əsas nəticələrindən xeyli vaxtda bir kontingentlə gəldi. Bəli, 1000 nəfərlik kontingentlə, nümayəndə heyəti ilə səfər etmişdi Birləşmiş Ştatlara və həmin səfərin nəticələrinə əsasən, ən böyük nəticəsinə əsasən Səudiyyə Ərəbistanı yaxın zamanda Birləşmiş Ştatlardan F-35 qırıcı təyyarələri alacaq. Amma Birləşmiş Ştatlarda bəzi dairələrdən narahatlıq var idi. Çünki bununla bu satış həyata keçirildiyi təqdirdə yaxın şərqdə artıq Səudiyyə Ərəbistanı ikinci ölkə olacaqdı ki, F-35-lərə sahib olacaqdı. Hazırda yalnız bir ölkədə, İsraildə var bu F-35-lər və bəzi dairələrdə narahatlıq yaranmışdı. Ona görə ki, Birləşmiş Ştatlar qanunvericiliyinə görə həmin bölgədə bu F-35-lərdə xüsusilə İsrailin üstünlüyü olmalıdır və bu səbəbdən narahatlıq var idi ki, əgər Səudiyyə Ərəbistanına da İsrailə satıldığı kimi F-35-lər satılarsa, onda regiondakı balansda pozulma müşahidə oluna bilər. Amma artıq Birləşmiş Ştatlardan gələn məlumatlara görə onlar da Səudiyyə Ərəbistanına F-35 satacaqlar. Amma onun modifikasiyası İsrailə satılan F-35-lər qədər yüksək səviyyəli olmayacaq. Bir qədər kiçik texnologiyalı F-35-lər olacaq. Belə deyək, avtomobil sevərlərin anlayacağı tərzdə desək, sadə modeldə, yəni full komplektasiya olmayacaq. Bəli, çünki onun, necə deyərlər, full komplektasiasında İsraildə istehsal olunan bəzi cihazlar var ki, F-35-lərə yerləşdirilir. Məhz həmin texnologiyalar olmayacaq Səudiyyə Ərəbistanına satılan F-35-lərdə. Onu da qeyd eləmək lazımdır ki, Birləşmiş Ştatlar G20 samitinə, Böyük 20-lik samitinə qatılmayacaq. Yohansburqda keçiriləcək bu yaxınlarda, noyabrın sonlarına yaxın və qeyd eləmək lazımdır ki, bir neçə müddətdir ki, Donald Trump boykot eləyir orada iştirakı. Bu da Avropalı tərəfdaşlara, xüsusilə Avropalı tərəfdaşlardan narahatlıq doğurub. Çünki onlar hesab eləyirlər ki, əgər Birləşmiş Ştatlar bu layihədə iştirak etməsə, əldə olunan razılaşmaların reallaşmasında çətinlik yaranacaq, ümumiyyətlə koordinasiyada çətinlik yaranacaq. Donald Trump isə bu yaxınlarda Truth Social hesabında açıqlamışdı ki, ümumiyyətlə Yohansburqda, Cənubi Afrika Respublikasında Böyük 20-lik samitinin keçirilməsi biabırçılıqdır. Bunu da onunla əsaslandırır ki, orada ağdərli insanlara qarşı, ağdərli vətəndaşlara qarşı bəzi zoraki hallar baş verir. Zoraki hallarla bağlayıb Birləşmiş Ştatların orada iştirakından imtina etməsini. G27 liderləri isə bu samit çərçivəsində 3 əsas prinsipi irəli sürəcəklər. Bu, həmrəylik, bərabərlik və dayanıqlı inkişafdır. Cənubi Afrika Respublikasının prezidenti Cyril Ramaphosa isə açıqlamasında bildirib ki, bu samitin əsas məqsədi qlobal Cənubun dünya iqtisadiyyatı və beynəlxalq münasibətlərdə mövqeyini biraz da gücləndirməkdir. Elə bu proseslər fonunda Skandinaviya ölkələri arasında, xüsusilə Avropada Ukraynaya yardım məsələsi yenidən gündəmə gəlib. İndiki mərhələdə əsas açıqlamalarsa Ukraynaya kim daha çox yardım etdi mövzusu üzərində qurulub. Deməli, İsveçin Xarici İşlər Naziri Malmer Stenegrad bununla bağlı narazılığını ifadə edib. Çünki onun sözlərinə görə, baxmayaraq ki, NATO ölkələrinin ümumi əhalisi deməli 1 milyarda yaxındır, amma əhali sayı 30 milyondan az olan Şimali Avropa ölkələri, yəni Skandinaviya ölkələri Ukraynaya bu vaxta qədər verilən dəstəyin 1/3-ni verib. Yəni, bu səbəbdən Stenegrad hesab edir ki, Avropada bəzi ölkələr kifayət qədər çox dəstək verir, digər ölkələr isə az dəstək verir və bu disbalans yaradır və hesab edir ki, bəli, bu ədalətli deyil və uzun müddətli perspektivdə də belə davam eləyə bilməz. Məsələn, Politico nəşrinin məlumatına görə müharibənin əvvəlindən, yəni söhbət 2022-ci ildən gedir, Danimarka Ukraynaya 10 milyard avro yardım ayırıb ki, bu da Danimarkanın ümumi daxili məhsulunun 3%-ni təşkil edib. Amma eyni müddət ərzində İspaniya 1,5 milyard avro yardım edib Ukraynaya. Bu isə İspaniyanın ümumi daxili məhsulunun
təxminən 0,2%-dir. Yəni ümumi daxili məhsulun 3% hara, ümumi daxili məhsulun 0,2% hara. Yəni kifayət bölgü ədalətli aparılmayıb təbii ki. Məhz bu səbəbdən Skandinaviya ölkələri bir növ üsyan eləyir buna qarşı və hesab eləyir ki, artıq digər ölkələr də Ukraynaya yardım məsələsinə kifayət qədər ciddi şəkildə yanaşmalı və öz dəstəyini artırmalılar. Elə bütün bunların fonunda İsveç naziri onu da açıqlayıb ki, 2022-ci ildən bu yana müharibə başlayandan Avropa Rusiyaya Ukraynadan 1,5 dəfə çox pul göndərib. Yəni Rusiyaya daha çox pul göndərib. Bunu da onunla əsaslandırır ki, bu vaxta qədər Avropa ölkələri 187 milyard avro yardım göndərib deməli Ukraynaya. Amma Rusiyada neft və qaz idxalına görə, bu enerji yanacaqlarının alışına görə, eyni zamanda digər malları idxal etdiyinə görə Rusiyaya bu müddət ərzində 311 milyard avro ötürülüb və bunu nazir biabırçılıq adlandırıb və qeyd edib ki, bu düzgün bir proses deyil. Qəribə yanaşmadır biraz. Tamamilə istəyir ki, belə deyək də, sanksiyalara məruz qoysunlar, ümumiyyətlə işin almasınlar Rusiyadan. Yəni sözündən belə çıxır, əgər sən başa düşmədinsə. Digər tərəfdən çağırış eləyir Avropa ölkələrinə ki, baxın, müəyyən bir disbalans var. Biz Rusiyaya daha çox pul göndəririk. Məhz bu səbəbdən biz Ukraynaya yardımları daha çox artırmalıyıq. Yəni Seneqrat həm də bunu vurğulamaq istəyib. Və qeyd eləmək lazımdır ki, elə bu yardımlar fonunda Polşa Ukrayna üçün ABŞ silahına əlavə vəsait ayıracaq. Bundan bağlı məlumatı ölkənin Xarici İşlər Naziri Radoslav Sikorski verib və bildirib ki, Birləşmiş Ştatlardan Ukrayna üçün silah alınması üçün yaxın müddət ərzində Polşa 100 milyon dollara qədər vəsait ayıracaq bu yaxınlarda. Elə Ukraynaya dəstək çərçivəsində Almaniya kansleri Friedrich Merz də açıqlama verib və bildirib ki, artıq danışıqlar gedir aktiv şəkildə Ukraynaya uzaq mənzilli silahların ötürülməsində. Bir neçə aydır ki, Merz sözlərinə görə bu danışıqlar gedir və yaxın müddətdə rəsmi Berlin planlaşdırır ki, Ukraynaya məhz bu sahədə də yardımçı olsun. Amma digər tərəfdən Merz hansı silahların veriləcəyini, eyni zamanda bu silahların həcmini açıqlamayıb. Çünki Almaniya kansleri hesab eləyir ki, bu prosesdə müəyyən bir müəmma qalmalıdır Rusiya tərəfi üçün və hesab eləyir ki, Rusiya tərəfinin açıq-aşkar bu məlumatları əldə etməsi, istər mediadan, istərsə də rəsmi dairələr tərəfindən düzgün deyil və müəyyən bir gizlilik çərçivəsində bu prosesi həyata keçirmək istəyirlər. Baxmayaraq ki, bir sıra Avropa ölkələri Ukraynaya dəstəkdən, Ukraynaya maliyyə vəsaitinin ayrılmasının inkişafından, böyüdülməsindən danışırlar. Avropada bilirsiniz, bəzi ölkələr var ki, ümumiyyətlə Ukraynaya yardım məsələsinə o qədər də müsbət yanaşmırlar və hesab eləyirlər ki, Ukraynaya yardım etdikcə ümumiyyətlə istər silah tədarükündə, istər maliyyə vəsaiti ayırdıqca müharibə davam edir. Bu ölkələrdən biri də Macaristandır. Ölkənin Xarici İşlər və Xarici Ticarət naziri Peter Siarto açıqlama verib bu barədə və bildirib ki, Ukraynada son vaxtlar, son günlər baş verən korrupsiya skandalları, korrupsiya məsələləri fonunda Avropa İttifaqı Ukraynaya maliyyə yardımını dayandırmalıdır və müəyyən araşdırmaya başlamalıdır. Çünki bu maliyyə vəsaitləri, Ukraynaya ayrılan maliyyə vəsaitləri Avropa ölkələrinin vergi ödəyiciləri, Avropa vətəndaşları hesabına ayrılır və bu səbəbdən Siarto hesab edir ki, ümumiyyətlə dünyanın aparıcı nəşrləri, istər Qərb, istər Amerika nəşrləri, istərsə də elə Ukraynanın öz nəşrləri Ukraynada baş verən bu korrupsiya qalmaqallarından yazırlar və hesab eləyir ki, Brüsseldə Avropa İttifaqının nümayəndələri əgər yaxşı işləsəydilər, hazırda bu proses dayandırılardı. Söhbət Ukrayna maliyyə vəsaitinin ayrılmasından gedir növbəti il üçün və araşdırmalar başlanılardı və hesab eləyir ki, Peter Siarto Ukraynaya əlavə 100 milyard avro ayırmaq xahişi ilə bağlı Ursula von der Leyenin hökumətlərə göndərdiyi məktub sadəcə dəlilikdir, məhz belə dəlilik olaraq adlandırıb. Mən sonda bir maraqlı məlumatı çatdırmaq istəyirəm. Deməli, Rusiyanın Astoria Grand Cruise gəmisi var. Təxminən 1300 nəfərlik sərnişin daşıya bilir. Bu günlər ərzində
Türkiyənin deməli İstanbul limanına daxil olmaq üçün icazə ala bilməyib. Türkiyə rəsmiləri icazə verməyib buna görə və 600-dən çox Rusiyalı turist bir növ həmin kruiz gəmisində qalıb və İstanbula eniş eləyə bilməyiblər və Soçiyə qayıdıblar, məcbur olublar qayıtmağa və xatırlatmaq lazımdır ki, bir neçə gün bundan öncə, noyabrın 8-də təxminən oxşar məqam baş vermişdi, amma bu dəfə Türkiyənin Trabzon deməli limanından Soçiyə yollanan bərə orada icazə ala bilməmişdi və bu dəfə də belə bir hadisə, bir növ qarşılıqlı olaraq belə bir proses baş verdi. Amma qeyd eləmək lazımdır ki, bu dəfə təxminən 616 sərnişin var idi, Rusiyalı turistlər var idi və 435 ekipaj üzvü, təxminən 1000 nəfərdən çox heyət var idi və onlar məcbur oldular Soçiyə geri qayıtmağa. Məndən isə bugündən və bu efirdən bu qədər. Növbəti həftə yəqin ki, məlumatlarımız kifayət qədər artacaq, istər siyasətdə, istərsə də iqtisadiyyat və digər sahələrdə. Təşəkkür edirik. Hörmətli izləyicilər, bugünlük bu qədər. Xəbərin zamanını izləyirdiniz. Sağ olun, salamat qalın.